Hər vaxt xeyir olsun demişəm. Gəlin buna qədər siz mənə 10 manat verin. İlk dəfə Azərbaycan daxili bir travel şirkəti ilə, yəni Time Travel-la Qarabağ qatar turuna gedirik. Yevlaxda düşdük Habıdan Qarabağa, abı Splinter aparacaq. Yol üstü əvvəla bir restoranda saxladılar. Margarita pizza. Görək dadı nətədir. Babat da acımışdım. Dadı normaldır. Yəni daha yaxşıları yemişik, amma gedər. Ha bu badımcan xırt-xırt salat elə də mənim zövqümə görə deyil, amma yoldaşım çox bəyəndi. Qarabağa daxil olmaq üçün Habda portaldan da keçdik. Qardaş deyir ki, hələ Habda müəyyən yerlər minadan tam təmizlənməyibdi. Çatdıq Ağdam Cümə məscidinə. 1993-cü ildə Ağdam işğal olunduqda, ha bu məscid dağıdılmayan yeganə tikililərdəndir. Şərəfsiz ermənilər Habıda malqara donuzlar saxlayırdılar. Deyilənə görə dağıdılmamağının ən böyük səbəblərindən biri minarələri, ətraf əraziləri müşahidə etmək üçün əlverişli idi. Gəzdikcə görürsən ki, maşallah, Ağdama əməlli başlı bərpa eləyirlər. Pəh! Araz gəlib fabralara da çıxıtdı. Burada sağ ol. Seni kinoda görmüşəm mən. Terminatorda, düzdür? Habra Əsgəran qalasıdır. 18-ci əsrdə Şuşaya gedən strateji yolu qorumaq məqsədi ilə tikilibdir. Şuşaya doğru yola davam. Gəzə-gəzə gəlib Cıdır düzünə çıxdıq. Habrala o qədər görmək istəyirdim. Dəniz səviyyəsindən təxminən 1300-1400 metr yüksəklikdə yerləşir. Şuşanın azad edilməsi zamanı xüsusi təyinatlılar məhz Habı sıldırım qayaları qalxıtdılar. Habı əməliyyat hərbi tarixdə ən mürəkkəb dağ əməliyyatlarından biri kimi qiymətləndirilir. Həqiqətən hər oğlanın işi deyil. Görün Habıda kimlə rastlaşdım. Bir də gördüm uzaqdan yumurlana gəlir. Ana. Sən nə gəzirsən burada kişi? Sən nə varsan hə burada? Gəlmişəm gəzməsini istəyirəm. Çək nə vəziyyət. Üzü görək. Deyir bayaqdan da oradan sənə baxıram. Aşağıda çay var, orada mağara var, gedə bilərik. Dedilər ayaqla yol var rahat. Gətirəndə toy kamerası. Sadiqin valideynləri də Habıda idi. Ay Mirzə dayı. Mirzə də. Çək olacaq. Sadiqə deyirəm ki, Abralov o Gladiator filmindəki səhnəyə oxşadı. Yavaş. Nəsə Sadiqgil öz yoluna, biz də qayıtdıq turumuza. Gəldik yaxınlıqdakı Gövhər Ağa məscidinə. Ha bu məscidin də əsası 18-ci əsrdə qoyulubdu. Şuşanın ən məşhur Cümə məscididir. Məscidin qabağındakı bu fontan içməli deyilmiş, mən də içirəm. Uşaq da məttəl baxır ki, bu nə qarə. Sərindir. Abra Xurşidvanın Natəvanın sarayının qalıqlarıdır. İşğal dövründə ciddi dağılıbdı. Ha bu bulaq da məhz Natəvanın təşəbbüsü ilə tikilibdi. Gəncə qapısı. Habra Şuşanın tarixi Gəncə qapısıdır. 18-ci əsrdə tikilən ha bu qapı Gəncə istiqamətinə açıldığı üçün həblə adlandırılır. Hava yavaş-yavaş qaralır, Xan kəndindəki otelimizə getmək vaxtıdır. Bismillah. Bura nə etsən deyər. Kək otulu çayla zaxla. Samavar çayı iyi gəlir. Qaşaq səliqəli, xudmani bir otaq. Elə gecə həyətə düşdük ki, Xan kəndi ilə yüngülvari tanış olaq. Bilmirəm niyə amma Habralı o qədər çox sevdim ki, mənə çox huzurlu və sakit gəldi. Qoçəti də görüb sevindik, dedik bir normal yemək yeyək. Salam əleykum. Necəsiz qardaş? Nə var? Sözümüz buranda atmışıq aşağıya. Bax mənə görə bura okeydir. Acından qırıldıq, gəti görək. Pəh. Demək olar ki, yemək yeməmişik bu gün.
Maşallah Qoçat həmişə öz keyfiyyətini qoruyur da, əla. Əmi mənə də ver də. Onun da rozisi belə çıxır da. Yemağımızı zadı yeyib yavaş-yavaş qayıtdıq otağımıza. Səfərə çıxanda həmişə proyektorazdan bir proyektor götürürəm. Telefonumla proyektora qoşulub, istədiyim film, animasiyalara hələ ləzzətlə baxıram. Həqiqətən çox maraqlı olur. Elə bir kinoteatrı özünlə götürmüsən. Dəyərli izləyicilər, proyektorazda hər cür proyektorların satışı, kirayəsi, servisi və təmiri mövcuddur. Həmçinin səs sistemləri və bir çox maraqlı aksesuarları da proyektorazda tapa bilərsiniz. Səhər yemağımızı zad yedik, tur maşınımız da gəldi və turumuza davam. Gətirdilər bizi İsa bulağına. Ay maşallah, nə qədər də adam yığılıbdı. Hamı da su götürməyə çalışır. Qeyd edim ki, bir çoxlarının zənn etdiyi kimi İsa bulağı İsa peyğəmbərlə əlaqəli deyil. Ehtimal edilir ki, habda yaşamış və bulağa xidmət etmiş İsa adlı bir şəxslə əlaqəlidir. Su isə təmiz, söp-soyuq dağ suyudur. Habı istidə ləzzət elədi. Sən üfürə bilirsən gör burada. Bu ondan deyil. Üfürə. Üfürəndən deyil. Uçmursan uçma, gözüm aynı. Yönəldik Laçına doğru. Habdakı öylər zat lapma İsveçrə zadı xatırlatdı. Gəlib çatdıq Həkəri çayına. Həkəri çayı Laçında başlayır, Qubadlı, Zəngilandan keçir, Araz çayına tökülür. Uzunluğu təxminən 128 kilometrdir. Hə, üfürülən hava imiş. Bayaq biz çaşmışdıq. Elə maşına minib tərpənmək istədik ki, bir də gördüm yenə. Sadiq, hara getdi oradan çıxırsınız? Görmüşkən Sadiqgillə görüşüb, sağollaşıb yola düşdük. Dayan görək, mən abla tanıyıram. O məşhur Nənə Baba heykəli. Bölgədə yaşayan erməni əhalisini simvolizə edirdi. Desəniz bə indi niyə dağılıb tökülmüyüddü? Azərbaycan rəsmiləri deyir ki, biz ermənilər kimi vandalizm siyasəti aparmırıq. Hə, bala-bala öyə qayıtmaq vaxtıdır, gəldik Yevlax stansiyasına. Oh, gözəl evim. Neçə gündür? Ah, Harda veylənirsiniz? nətərsən? Əziz izləyicilər, Time Travel şirkəti ölkə daxili bütün istiqamətlərə 1, 2 və 3 günlük həm avtobusla, həm də qatarla turlar təşkil edir. Ölkə xaricinə də həm fərdi, həm də qrup turlar təşkil edirlər. Viza filan da daxil. Ha bu tur üçün Time Travel-a dərin təşəkkürümü bildirirəm.